Hər kəs salam. Bugünkü mövzumuzun adı verilən strukturu və təsnifatı mövzusudur. Verilən strukturu nədir deyildiyi zaman, verilənlər hər hansı verilənlər bazasında saxlandığı zaman ən yaxşı şəkildə təşkil olunması, ən yaxşı şəkildə saxlanması və idarə etməsi nəzərdə tuturuq. Təşkil olunması dediyimiz zaman məlumatların məntiqi əlaqələrin və ardıcıllığın qurulması, saxlanması, yaddaş resurslarının minimum istifadə ilə yaddaşda minimum yer tutmaq vasitəsilə verilənlər yaddaşda saxlanması, idarə etməsi isə verilənlər üzərində hər hansı əməliyyatlar, verilənlərin axtarışı, seçimi, dəyişimi və başqa cür əməliyyatlar yerinə yetirməyi nəzərdə tuturuq. Verilən strukturların təsnifatı dediyimiz zaman əsasən iki ana bölməyə ayrılır. Bunlar sadə və mürəkkəb olmağın iki yerə bölünür. Sadə primitiv, mürəkkəb isə qeyri-primitiv. Sadələr isə bir neçə alt başlıqlara bölünür. Bunlardan intdir, floatdır, chardır, booldur. Int sadəcə tam ədədlər üçün istifadə olunan sadə verilən strukturun dəyişəndir. Float həm tam, həm kəsr ədədlər üçün istifadə olunan veriləndir. Char sadəcə simvol dəyişənlər üçün istifadə olunan dəyişəndir. Bool sadəcə məntiqi üçün istifadə olunan verilənlər üçün dəyişəndir. True, false kimi, 0, 1 kimi, var, yox kimi, hə, yoxsa yox kimi istifadə olunan verilənlər üçün istifadə olunur. Mürəkkəb deyiləndə isə qeyri-primitiv verilən strukturudur. Bu isə yenə iki yerə bölünür. Xətti, bir də qeyri-xətti. Xətti əsasən massiv, stack, növbə, linked list. Qeyri-xətti isə ağac və qraf olmaqla iki yerə bölünür. Xətti verilən strukturları dediyimiz zaman əsasən hər hansı bir verilənlər bir-birlə əlaqəli şəkildə düzülür. Məsələn, burada gördüyünüz kimi A, B, C, D deyə 4 dənə bizim verilənimiz var. Bu verilənlər həm sıralı şəkildə, həm də bir-birlə əlaqəli şəkildə düzülür. Bunlara xətti verilənlərə həm massivləri, həm stekləri, həm növbələri, həm də əlaqəli siyahları nümunə göstərə bilərik. Xətti verilənlərin əsas xüsusiyyətləri elementlər vahid səviyyədə ardıcıl düzülür. Məlumatların elementlər bir keçidlə sadəcə ardıcıl şəkildə oxunur. Yaddaşda bitişik və əlaqəli şəkildə saxlanılır. Massivlər xətti quruluşun bir alt başlığı massivlər idi. Massivlər eyni tipli elementlərin yaddaşda ardıcıl şəkildə saxlandığı bir strukturdur. Hər bir element öz unikal adresinə, indeks ilə vasitəsilə əldə olunur. Bu 5 dənə elementdən ibarət bizim massivimizdir. Bunların hər biri öz unikal adresləri var. Adresləri müəyyən indeks vasitəsilə çağıra bilirik. Bunun bizim üçün bəzi avantajları var. Avantajlar nələrdən ibarətdir? Sabit yaddaş ölçüsü, statikdir. Müəyyən massivi yaratdığımız zaman yaddaşda sadəcə sabit bir yer tutur. Onu artıq və azaltmaq mümkün olmur. Elementləri birbaşa müraciət. Hər bir elementin yaddaşda müəyyən bir adresi olduğu üçün ona axtarış verdiyimiz zaman, çağırış verdiyimiz zaman birbaşa müraciət edə bilirik və sıfırdan başlayan indekslənmə neçənci element olduğunu bilərsək, indeks nömrəsinin onu daha asan şəkildə, daha rahat şəkildə çağıra bilərik. Massivlərin üstünlükləri və mənfi cəhətlər. Üstünlüklər dediyimiz kimi elementə birbaşa müraciət imkanı verir, yaddaşda boşluq qoymadan səmərəli saxlama şərait yaradır, tətbiqi sadə və bir çox alqoritmlər üçün əlverişlidir. Və üstünlüklərlə bərabər mənfi cəhətləri də var massivlərin. Bu ölçüsü əvvəlcədən təyin edilməlidir. Tutalım ki, biz hər hansı bir massiv yaradırıqsa, bunda biz başdan deyirik ki, 15 dənə element, 15 dənə verilən içində olacaq. O olduğu zaman artıq o massivə 16-cı elementi daxil edə bilmirik. Bu bizim üçün bir mənfi cəhətdir. Elementin əlavə edilməsi və silinməsi, biz massiv daxilində olan hər hansı bir elementin sıra nömrəsini biz bilməliyik ki, indekslə o çağırmalıyıq və yaddaş israfına yol aça bilər. Yaddaş israfına necə yol aça bilər? Biz hər hansı bir massiv yaratdığımız zaman 15 elementdən ibarət massiv yaradırıq. O elementlərdən 2 dənəsini sildiyimiz zaman 13 element olsa belə, yaddaşda sadəcə ən başda 15 element yaratdığımız üçün 15 element qədər yer tutur. Əlaqəli siyahılar. Massivlər, əlaqəli siyahılar demək olar bir-birlə oxşar cəhətləri və fərqli cəhətləri də var. Bu, digər quruluşdan, massivlərdən fərqli cəhətləri odur ki, əlaqəli siyah elementlərin bir-birinə göstəricilər vasitəsilə bağlandığı bir strukturdur. Hər bir düyün, verilənlərin növbəti düyün ünvanını saxlayır. Bunun massivlərdən fərqli cəhəti ondan ibarətdir ki, massivlərdə hər biri
ən başdan hər hansı bir indekslə bir-birini axtarıb tapma şəraiti yaradırdı. Əlaqəli siyahılarda indeks söhbəti yoxdur. Hər hansı bir element lazımdırsa, ondan sonraki elementi bilməliyik. Ondan sonraki elementi bilmək üçün ondan bir əvvəlkini bilməliyik. Onun üçün bizə 10-cu element lazımdırsa, 1-ci elementdən ta 10-cu elementə qədər addım-addım gedərək 10-cu elementin nə olduğunu, harda olduğunu məlumatı bilirik. Hər bir düyün yalnız növbəti düyünü göstərir. İki qat əlaqəli hər bir düyün həm növbəti, həm də əvvəlki düyünü göstərə bilir. Tutaq ki, 1, 2, 3 dənə elementimiz varsa, birinci element sadəcə 2 ilə bağlıdır, ikinci element həm 1 ilə, həm 3 ilə bağlıdır, üçüncü elementimiz isə sadəcə 2 ilə bağlıdır. Dairəvi əlaqə isə ondan ibarətdir ki, bizim 3 dənə verilən 1, verilən 2, verilən 3 dənə verilənimiz varsa, ikinci verilənimiz həm geri ilə, həm 1 ilə, həm 3 ilə əlaqəsi var. Dairəvi əlaqədə elə olur ki, üçüncü dəyişən təkrar birinci dəyişənlə əlaqəsi olur. Elə olduğu zaman da həm arxa ilə, həm 3 dənə element varsa, 1-in 2 ilə, 2-nin 3 ilə, 3-ün təkrar 1 ilə əlaqəsi olur. Əlaqəli siyahıların üstünlükləri və mənfi cəhətləri. Üstünlüklər dinamik ölçü, lazım gəldikcə böyüyüb kiçilir. Massivlərdə biz demişdik ki, sadəcə massiv yaratdığımız zaman ən baş deyirik 15 dənə element daxil olunacaq. Ora 13 element daxil etsək belə, yaddaşda sadəcə 15 element qədər yer tutur. Amma əlaqəli siyahının üstünlüyü ondan ibarətdir ki, dinamik ölçüdə istədiyi zaman artıb, istədiyi zaman azala bilir. Yaddaşda sadəcə məlumat olduğu qədər yer tutur, əlavə yer tutmur. Elementlərin əlavə edilməsi, silinməsi çox asandır. İstədiyimiz hər hansı bir nöqtəyə əlavə edib və ya silə bilirik. Yaddaş israfının qarşısını alır. Çünki ən başda müəyyən statik yaddaş yer tutmadığı üçün, dinamik olduğu üçün həm artıb, həm azala bilir. Onun üçün də yaddaş israfının qarşısını alır. Mənfi cəhətlər nədir? Elementlərə birbaşa müraciət yoxdur. Massivlərdə birbaşa müraciət vardır. Niyə? İndeks vasitəsilə onunla birbaşa əlaqə yarada bilirdik. Amma əlaqəli siyahılarda elə bir özəllik yoxdur. Göstərici üçün əlavə yaddaş tələb olunur. Hər bir elementin özündən sonraki və özündən əvvəlki və sonraki elementləri yadda saxladığı üçün əlavə yaddaş tələb olunur və tərsinə keçid çox çətindir. Sadəcə 1-dən 2-yə, 2-dən 3-ə, 3-dən 4-ə deyə əlaqə var. Geri gəldiyi zaman o biraz əlaqəli siyahılarda çətin başa gəlir. Steklər. Steklər əsasən last in, first out dediyimiz prinsiplə əməl gəlir. Bu steklər gördüyünüz kimi hər hansı bir boşqab nəzərdə tutduğumuz zaman, boşqaba 3 dənə element qoyduğumuz zaman sadəcə eyni nöqtə həm giriş, həm çıxış nöqtəsi olduğu üçün ən axırıncı girən ən birinci çıxmalıdır. Yəni last in, first out prinsipi burada işə yarayır. Bunun üçün bəzi algoritmalardan istifadə olunuruq. Burada push stacking yuxarı hissəsində element əlavə etmək üçün, pop stacking yuxarı hissəsindən elementi çıxarmaq üçün, pick isə stacking ən üstdəki elementi çıxarmadan görmək üçün istifadə olunan algoritmlərdir. Növbələr steklərdən fərqli olaraq bir girişi və bir çıxışı var. Steklərdə eyni giriş, eyni qapı dediyimiz, eyni qapı həm giriş, həm çıxışın istifadə olunurdu. Növbələrdə isə hər hansı bir yerdə 2 dənə qapı var. Biri giriş, bir çıxış üçün istifadə olunur. Bunun üçün first in, first out, yəni ilk girən, ilk çıxar. Burada da bəzi elementlər istifadə olunur. Bunlardan NQ-yu növbənin sonuna əlamət etmək üçün, DQ-yu növbənin əvvəlindən elementi çıxarmaq üçün, bir də front və rear var, növbətin başı və sonu haqqında məlumat almaq üçün istifadə olunur. Stek və növbələrin müqayisə etdiyimiz zaman, prinsip steklərdə last in, first out dedik, növbədə isə first in, first out dedik. Xüsusiyyəti daxil etmə və silmədə steklərdə yalnız bir tərəfdən yalnız silə bilirdik, daxil edib və silə bilirdik. Növbədə iki tərəfdən, bir tərəfdən həm daxil edib silə bilirik, digər tərəfdən həm daxil edib silə bilirik. Əməliyyatlarda, steklərdə push və pop vardı. Biri daxil etmək idi, biri silmək idi. Növbədə isə giriş tərəfdən əlavə etmək, bir də çıxış tərəfdən əlavə etmək deyə 2 dənə əməliyyat vardı. Əsas tətbiqlər rekursiya idi, növbədə isə resurs bölgüsü və bufersizləşdirmə deyə əsas tətbiqlər var. Qeyri-xətti verilənlərin strukturu. Xətti verilənlər haqqında ümumi bir məlumatımız oldu. Xətti verilənlərdən başqa bir də qeyri-xətti verilənlər strukturu vardı. Bunlar əsasən iyerarxik quruluşu var idi. Xətti quruluşdan fərqli olaraq qeyri-ardıcıl keçidlər var idi. Yaddaş səmərəliliyi digərinə baxmış daha yaxşı idi və çox şaxəli əlaqələrlə
qeyri-xətti verilənlərin strukturu xətti verilən strukturundan fərqlənirdi. Qeyri-xətti quruluşda strukturlardan bir dənəsi qrafdır, digəri ağac idi. Ağaclar əsas terminləri bildiyimiz kimi şaxələnən, budaqlanan sistemdə istifadə olunur. Burada root ağacın ən yuxarıdakı başlıq nöqtəsi root adlanır. Leaf övladı olmayan sonuncu düyünlər. Bunların hamısı birlikdə övladı olmayan sonuncu düyünlərdir. Height köklə ən uzaq yarpaq arasında yolun uzunluğudur. Kökümüz root olduğu üçün, ən aşağıncı yarpaq isə bu nöqtə olduğu üçün bu ikisi arasında olan məsafə height, yəni köklə ən uzaq yarpaq arasındakı yolun uzunluğudur. Bir də subtree vardı, hər hansı bir düyünün özü ilə bütün varisləri. Hər hansı bu ümumilikdə bir subtree adlanır, öz və bütün varisləri. Bu da ayrılıqda bir subtree adlanır, bu və özündən sonra gələn bütün varislər. Ağaclarla bərabər qeyri-xətti strukturlarda qraflar da vardı. Qraflar əsasən təpələr və onlar birləşdirilən tillərdən ibarət idi. Sosial şəbəkələrdə yol xəritələri üçün ən məşhur nümunələrdir. Bizim istifadə edildiyimiz bəzi xəritə proqramlarında istifadə olunan verilənlər hamısı qraf, yəni şəbəkəvari verilənlər struktur vasitəsilə saxlanılır. Bunun cəhətləri hansılardır? Yönümlü idi, sadəcə tillərin müəyyən istiqamətləri var idi. Bir də yönümsüz var, tillərin istiqaməti yoxdur. Çəkili, tillərin müəyyən bir dəyəri vardı. Bir də başladığı yerə qayıdan yollar var. Bu xasiyyət isə dövrü cəhət adlanır. Alqoritm mürəkkəbliyi. Alqoritm big O nə deməkdir dediyimiz zaman? Big O notasiyası giriş verilənlərin həcmi artdıqca alqoritmin zaman və yaddaş tələbinin necə dəyişdiyini təsvir edilir. Bizdə hər hansı bir massivdə, hər hansı bir massiv yaratdığımız zaman massivdə 15 elementdən ibarət olarsa, həmin 15 element yaddaşı daha çox yer tutacaq və axtarış edədiyimiz zaman 15 element daxilindən məlumat çəkməyimiz daha az zaman olacaq. Amma eyni zamanda 150 elementdən ibarət hər hansı bir massiv yaratdığımız zaman yaddaşda daha çox yer tutacaq və 150 element daxilinin hər hansı bir elementi biz çağırış edədiyimiz zaman 150 element indeks arasında axtarış eləməyimiz bizim üçün daha çox zaman aparacaq. Onun üçün deyə bilərək ki, verilənlərin həcmi artdıqca alqoritmin zamanı və yaddaş tələbi eyni zamanda artır. O1 sabit zamandır, konstantdır, log n loqaritmik zamandır, O(n) xətti zamandır, O(n) kvadrat isə kvadratik zamandır. Zaman mürəkkəbliyi cədvəli dediyimiz zaman massivlərdə axtarış hər zaman O(n) alqoritmasına axtarılır, daxil etmə yenə O(n)dən, silmə yenə O(n)dən. O(n) burada dediyimiz hər hansı massivdə elementin olan indeksidir. Əlaqəli siyahıcısı axtarış yenə həmişəki kimi O(n) yenə indeksi ilə axtarırıq, amma daxil etmədə verdiyimiz məlumatı, verdiyimiz hər hansı bir yerə daxil etdiyimizi bildirməyimiz üçün O1 vasitəsilə daxil edirik. Stek və növbədə axtarışda O(n), daxil etmə O1, silmə isə O1 alqoritması ilə olur. Binary search tree alqoritması isə axtarış O log n-dir, daxil etməsi də log n-dir, silməsi də eyni zamanda log n vasitəsilə olur. Digəri AVL ağacı isə o da axtarışı log n, daxil etməsi log n, silməsi log n vasitəsilə istifadə olunur. Praktiki tətbiq sahələri verilən strukturun real həyatda nümunələrini versək əgər, steklər struktur vasitəsilə sonuncu edilən dəyişikliklərini geri qaytarır. Matn redaktorlarında istifadə etdiyimiz zaman, hər hansı bir mətn yazdığımız zaman, orada bir səhvlik etdiyimiz zaman yanlış bir şey sildi. O geri qaytarmaq üçün Ctrl-Z vasitəsilə həmin əməliyyatı geri qaytarmağa çalışırıq. Ctrl-Z nə olur? Ən axırıncı elədiyimiz əməliyyatı ən birinci qaytar, ən axırdan ikinci elədiyimiz əməliyyatı bu tərəfdən yenə ikinci dəfə qaytar. Bu isə verilən strukturunda stek strukturunun tətbiqinin nümunəsidir. Printer növbəsində bu quyruqdur. Printer vasitəsi çap tapşırılan ardıcıl icra edilməsi. Bizim hər hansı bir kompüterimiz var. Kompüterdə müəyyən papkaları və müəyyən dosyaları biz çap etmək istəyiriksə, bunları hansı ardıcıllıqla biz bu çap olunsun, ikinci bu çap olunsun, üçüncü bu çap olunsun deyiriksə, printerdə eyni ardıcıllıqla birinci biz hansını çapa göndərmişsə onu çap edir, ikinci hansını demişiksə onu çap edir, üçüncü hansını demişiksə eyni zamanda üçüncü onu çap edir. Fayl sistemləri ağaclar vasitəsilə qovluq və faylların iyerarxik təşkilidir. Fayl sistemləri ağaclar dediyimiz zaman ən başlıqdan sonra ikinci alt başlıq, ikinci alt başlıqdan sonra üçüncü alt başlıq. Bu struktur əsasən ağac vasitəsilə qovluq və faylların iyerarxik təşkilidir. Sosial şəbəkələr qraflar vasitəsilə insanlar arasında əlaqələrin təmsilidir. Axtarış motorları
tri və ya hash cədvəl vasitəsilə açar sözlərin sürətli axtarışı, naviqasiya isə qraflar və ən qısa yol alqoritmaları Dijkstria vasitəsilə marşrut qurur. Qraf vasitəsilə biz A nöqtəsindən B nöqtəsinə getdiyimiz zaman qraf tillərdən hansı nöqtənin ən qısa yol olduğunu bizə verilənlər bazasından çəkir, bizə ən yaxın yolu göstərir. Seçim meyarları düzgün struktur necə seçilməlidir? Verilənlərin təbiəti, məlumatlar sabitdir, yoxsa dəyişəndir? Elementlər eyni tiplidir, yoxsa fərqli tiplidir? Ümumiyyətlə, verilənlər haqqında məlumatımız olandan sonra, verilənlər tam şəkildə tanıdıqdan sonra, onları yaddaşda necə saxlayacağımız haqqında daha ətraflı məlumatımız olur. Əməliyyat tezliyi, axtarış yoxsa daxil etmə daha tez-tez baş verir. Əgər bizim əlimizdə müəyyən bir verilən vardırsa, bu verilənlər bazasını saxlayırıqsa, bu verilənlər bizim üçün həyatımızın hansı hissəsində lazım olacaq? Bu verilənlər ən çox necə istifadə olunacaq? Məsələn, axtarış, hər hansı verilən gündən istifadə axtarış olunur və ya daha çox məlumat üzərində əlavə məlumatlar verilir, silinirsə, verilənlər üzərində olan aparılan əməliyyata görə onu biz yaddaşda saxlamaq, hansı üsulla saxlayacağımıza daha yaxşı, daha gözəl şəkildə qərar verə bilirik. Yaddaş məhdudiyyətləri cihazın yaddaş resurslarına nə dərəcədə məhduddur? Cihaz məhdudiyyətləri, əgər bizim məlumatlarımız harada saxlanacaq, ilk öncə baxmalıyıq. Harada saxlanacaq, əgər böyük bir serverdə saxlanacaq və ya balaca ölçülü hər hansı bir mobil tətbiqin, mobil telefonda və ya kompüterimizin yaddaşına saxlanacaq. Orada saxlanma mühitinə görə verilənlərin strukturu daha önəmli olur. Önəmli olduğu üçün də daha məntiqli qərar verməyə çalışırıq. Qərar vermə prosesi ilk öncə biz əlimizdə verilənlər olduğu zaman hansı verilənlərin strukturu vasitəsilə yaddaşda saxlayacağımıza qərar vermək üçün ilk öncə sabit ölçülüdür, yoxsa sabit ölçülü deyil. Bunlar haqqında qərar verməliyik. Əgər bizim verilənlərimiz sabit ölçülüdürsə, tutaq massivlərdə, yox, sabit ölçülü deyilsə, əlaqəli siyahı vasitəsilə saxlaya bilərik. Necə giriş bizə lazımdır? Ardıcıl giriş lazımdırsa, stek və ya növbə bu ikisindən birini istifadə etməliyik. Məsələn, iyerarxik xətti və qeyri-xətti olduğu haqqında məlumatımız vardırsa, xətti varsa, dediyim kimi, massiv steklərdən, əlaqəli siyahılardan istifadə olunsun. Əgər yox, qeyri-xətti olduğu zaman, o zaman ağaclardan və ya qraflardan istifadə olunur. Sürətli axtarış, verdiyimiz məlumat gündə neçə dəfə axtarılır, hansı seçimlər üzərində axtarıldığı zaman, o zaman BCT və ya hash cədvəl vasitəsilə axtarıla bilər. Performans doğru verilən strukturun seçilməsindən başlayır, kodun optimallaşdırılması və yalnız ondan sonra gəlir. Yekun və praktiki əhəmiyyət, verilən strukturun yekun və əhəmiyyəti, yekun praktiki əhəmiyyət dediyimiz zaman verilən strukturun dərindən başa düşmək proqramın performansını artırır. Necə ki, verilənlər necə daha yaxşı şəkildə, daha az yer tutaraq, daha sürətli axtarış vasitəsilə yaddaşda saxlayarsak, bizim hər hansı qurduğumuz sistemdə həmin verilənlər bazasından məlumat daha sürətli çəkdiyi üçün bizim sistemin də performansı artacaq. Mürəkkəb alqoritm effektiv icrasını və dayanıqlı proqram təminatının inkişafını təmin edir. Yekun praktik əhəmiyyət dediyimiz zaman performansın optimallaşdırılması, yaddaş resurslarının səmərəli idarə edilməsi, mürəkkəb problemlərin asan həlli. Performansın optimallaşdırılması dediyimiz zaman, axtarış elədiyimiz zaman, dəyişiklik elədiyimiz zaman, silmə əməliyyatı apardığımız zaman hansında həmin element, həmin məlumat daha tez tapa bilərik, hansı üzərində daha yaxşı əməliyyat edə biləriksə, ona görə bizim sistemimizin performansının optimallaşdırılması bu cəhətlərdən, faktorlardan asılıdır. Yaddaş resurslarının səmərəli idarə edilməsi dediyimiz zaman, əgər bizim verilənlərimiz statik haldadırsa və ya dinamik haldadırsa, bizim üçün hansı daha xeyirli olacaq, hansı yaddaşı daha az yer tutacaqsa, əsasən həmin üsullardan istifadə etmək bizim sistemin üçün ən yaxşısıdır. Mürəkkəb problemlərin asan əldə dediyimiz zaman isə axtarış olduğu zaman və verilənlər bazasında qarşılıq düşmədən ən asan şəkildə problemləri həll etmək bizim üçün önəmli faktorlardır.